Salam müəllimlər. Deməli bugün, yəni 17 iyun filologiya ixtisası üzrə sertifikasiya imtahanına düşmüş suallara baxaq. Öncəliklə onu deyim ki, heç bir sual tam olaraq deyə bilmərik ki, heç bir təlimçi deyə bilməz ki, necə var idi elədi. Müəllimlərin necə yadında qalıbsa, təxmini olaraq uyğunlaşdırılıb və test hazırlanıb. Əsas odur ki, sualların məğzini bilək, hansı mövzulardan düşüb onlara diqqət eləyək. Bir daha qeyd edirəm, imtahana çox az bir vaxt qalıb. Bütün mövzulara baxma imkanı yoxdur. Ola bilər ki, hansısa bir müəllim son 10 gün, 15 gündə hazırlaşmaq kimi bir imkanı var. Baxacağınız mövzular inteqrasiya, təfəkkür, iş üsuludur, iş forması, qiymətləndirmə mövzusu mütləq şəkildə, daha sonra müəllim-şagird münasibətləridir, differensial təlimdir. Bir-bir hər hansısa belə deyim də gedib imkanınız olmayacaq ki, hamısını incələyəsiz. Söhbət nəzəriyyələrdən gedir. Ona görə də maksimum şəkildə e, sonra sinifdə müəllimin belə deyək də sinfin idarə etməsi mövzusudur. Müəllimlə şagirdin, şagirdlə müəllimin, müəllimin valideynlə olan münasibətləri olan mövzudur. Bu kimi məsələlərə diqqət edin. İnteqrasiyanı dedim, xüsusilə inteqrasiya, təfəkkür və taksonomiya. Belə testləri onsuz da oxuduqca da təxmini biləcəksiniz ki, hansı mövzulardan söhbət gedir. Tənqidi təfəkkürlə bağlı uyğunluğu müəyyənləşdirin. Cədvəldir. Cədvəli artıq necə işləyəcəyimizi bilirik. Doğrunun altında doğru, yanlışın altında isə yanlış fikirləri götürəcəyik. Bir də deyir ki, informasiyanı qəbul edərkən və ya hər hansı məsələni təhlil edərkən subyektiv mülahizələri obyektiv sübutlardan ayıra bilmək. Yəni subyektiv şəkildə öz düşüncəmi, belə deyək də, obyektiv olan sübutlardan ayırd edə bilməliyəm. Öz mülahizəmi belə deyək də, hər hansısa bir informasiyanı qəbul edərkən və yaxud da təhlil edərkən öz mülahizəmi ümumi fikirlərdən ayırd edə bilməliyəm. Sübutlardan ayırd edə bilməliyəm. Ona görə də bu, bəli, tənqidi təfəkkürə aiddir. Bircə dəqiqə. Bir götürürük. İkidə deyir ki, qarşıya çıxan çətin bir problemin həllində mövcud standartlardan kənara çıxaraq fərqli alternativ ideyalar irəli sürmək. Alternativ ideyalar bizi aparır yaradıcı təfəkkürə. Yaradıcı təfəkkür bu doğru bir fikirdir. Sadəcə yaradıcı təfəkkürlə bağlı bir fikirdir. Bizə isə lazımdır tənqidi təfəkkürlə bağlı uyğunlaşdırma. Ona görə 2-ni götürmürük. Üçdə deyir ki, qarşı tərəfin arqumentlərindəki zəif nöqtələr və boşluqları tapmaq, hər bir fikrə şübhə ilə yanaşaraq onun qüsurlarını üzə çıxarmağa çalışmaq. Baxın, bu tənqid etməkdir. Tənqidi təfəkkür deyil. Tənqid etmək və tənqidi təfəkkür tamam ayrı-ayrı məsələlərdir. Bu fikirdə birini sırf tənqid etməkdir. Birinin zəifliyini, boşluğunu tapmaq, qüsurunu üzə çıxarmaq, qüsurunu bildirmək, kiməsə şübhə ilə yanaşmaq. Bu birini tənqid etməkdir və bunun təfəkkürlə əlaqəsi yoxdur. Biz isə yanlışın altında yanlış fikri götürəcəyik. Ona görə də 3-ü götürürük. 4-də deyir ki, insan öz düşüncə fəaliyyətinə kənardan baxa bilməsi, qəbul etdiyi qərarlardakı şəxsi qərəzliyi, xətaları və stereotipləri müəyyən edib qiymətləndirməsi. Bu tamamilə sırf tənqidi təfəkkürdür. Yəni, mənim səhv edə biləcəyimi qəbul etməyim, özümə kənardan baxa bilməyim, mənim fikirlərimin də səhv ola biləcəyini qəbul etməyim, xətalarımı, stereotiplərimi müəyyən edib bunu qiymətləndirməyim birbaşa tənqidi təfəkkürlə əlaqəlidir və tamamilə doğrudur. Sadəcə götürmürük, çünki biz yanlışın altında yanlış fikri götürməliydik. Bu səbəblə də cavab olacaq 1, 3. Daha sonra növbətiyə. 5-də deyir ki, Azərbaycan dili dərsində şagirdlər verilmiş mətni oxuyur, mətndəki köməkçi nitq hissələrini növlərinə görə qruplaşdırır və eyni zamanda mətndə işlənmiş təşbeh və metaforları təhlil edirlər. Deməli, mətni oxuyur. Azərbaycan dil müəllimləri bilir ki, mətnin oxunması bir məzmun xəttidir, oxu məzmun xəttidir. Mətndəki köməkçi nitq hissələrini növlərinə görə qruplaşmaq
qruplaşdırmaq isə başqa bir məzmun xəttidir. Biz isə dedik ki, iki məzmun xətti arasındakı əlaqə fən daxili üfüqi inteqrasiyadır. Siniflər arası əlaqə olsaydı şaquli olardı. Burada üfüqi inteqrasiyadır, yəni fən daxili inteqrasiyadır. Bir də işlənmiş təşbeh və metaforlar. Təşbeh və metafor isə ədəbiyyat terminidir. Dolayısıyla da biz burada açıq-aydın görürük ki, Azərbaycan dili və ədəbiyyat fənləri arasında fənlər arası inteqrasiyadan istifadə edilmişdir. Yəni, fən daxili və fənlər arası inteqrasiya olacaq. Yebənd. Daha sonra digər sual. Bu 51-ci, 52-ci suallar ötən günlərdə Artinin təşkil etdiyi sınaq imtahanından götürdüyüm suallar idi. Bugün də buna bənzər suallar düşüb deyə istədim izahını verim. Deyir ki, şairlər tarixi bir dövrün yazılı mənbələrini araşdırır, tarixi bir dövrün yazılı mənbəsini araşdırır. Həmin dövrə uyğun olan dil normalarını təhlil edirlər. Dil normalarını təhlil Azərbaycan dili, tarixi bir dövrün yazılı mənbələrinin araşdırılması isə tarix fənnidir. Açıq-aydın tarix fənni ilə Azərbaycan dili fənni arasındakı əlaqəni görürük. Ona görə də yalnız fənlər arası inteqrasiya, yəni B bəndi olacaq. Daha sonra digər suala baxaq. 52-də deyir ki, müəllim şagirdlərə tapşırır ki, Azərbaycanın müxtəlif tarixi dövrlərində tətbiq olunan idarə etmə formalarını müqayisə etsinlər və hər dövrün qanunvericilik prinsiplərini mənbələrinə görə əsaslandırsınlar. Baxın, mənbəyə görə əsaslandırma, fakta görə əsaslandırma, oxuduğumuz hər hansısa bir mətndən əsaslandırma, bir mənbə varsa, bir kitabdan əsaslandırma, bir faktdan əsaslandırma varsa, suala görə dəyişəcək. Bu hər fəndə fərqli ola bilər, amma məntiqi tutun ki, orada mənbəyə görə əsaslandırma, bir fakta görə əsaslandırma, oxuduğum hər hansısa bir məlumata görə əsaslandırma varsa, bu mənim düşüncəm deyil də, nədənsə onu bilib əsaslandıracağam, hardansa öyrənib, araşdırıb əsaslandıracağam. Bu məntiqlə də təhlil etmək mərhələsi olacaq. Cavab C bəndi. C. Üzr istəyirəm. C bənd. Daha sonra 6. Müəllim şagirdlərə Xurşudbanu Natəvan əsərindən bir epizod təqdim edir. Natəvanın xalqın rifahı naminə mülkündən və şəxsi xoşbəxtliyindən imtina etməsi. Bir epizod budur, mülkündən və şəxsi xoşbəxtliyində imtina etməsi. Müəllim şagirdlərdən tələb edir ki, bu addımın mənəvi baxımdan böyük fədakarlıq, yoxsa rasional baxımdan strateji bir gediş olduğunu müəyyənləşdirmək üçün obrazın dialoqlarındakı tarixi faktlar ilə, yenə də faktlar məsələsi olacaq, tarixi faktlar ilə, tarixi fakt, müəllifin subyektiv mühakimələrini biri-birindən ayırsınlar. Birincisi, tarixi faktlar məsələsi var. Bunu da uzatmayacağım, bayaq dedim səbəbini. Tarixi faktdan əsaslandırma bizi hara aparır? İkincisi də müəllifin subyektiv mühakiməsi. Biz bunu illərdir daha doğrusu deyirik, burada dəyişən bir şey yoxdur. Müəllifin mühakiməsi təhlildir, mənim mühakiməm dəyərləndirmədir. Mənim oxucu olaraq mühakiməm dəyərləndirmədir. Müəllifin mühakiməsi təhlil etmə mərhələsidir. Xüsusilə də burada tarixi faktlar ilə müəllifin subyektiv mühakimələrini biri-birindən ayırsınlar və bu qərarın arxasında duran daxili ziddiyyətləri üzə çıxarsınlar. Birbaşa bizi aparır təhlil etmək mərhələsinə. Yəni, B bəndi olacaq. Növbəti sual.
Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aid deyil? Çox asan sualdır. Diaqnostik qiymətləndirmə nə idi? Tədris ilinin, yarım ilin və ya bölmənin əvvəlində keçirmək idi. Şagirdin mövcud vəziyyətini müəyyənləşdirmək idi. Müəllimə belə deyək də bir baryer rolunu oynayırdı. Tədris ilinin əvvəlində mən nə edə bilərəm? Planlaşdırmasına baxmaq üçün il ərzində nələr etməliyəm? Önəmlidir diaqnostik qiymətləndirməsi. Necə bir təlim strategiyası, necə bir təlim planlaşdırılması ilə şagirdi təmin etməliyəm. Bunu təmin edirdi diaqnostik qiymətləndirmə. Şagirdin fərdi xüsusiyyətlərini üzə çıxarmağa, fərdi öyrənmə ehtiyacını aşkar etmək üçün lazım idi bizə diaqnostik qiymətləndirmə. Amma mütəmadi olaraq izləmə məsələsi bu nə idi? Formativ qiymətləndirmə idi. C bəndi. Asan sual idi. Bunun üzərində düşünürəm ki, çox qalmağa ehtiyac yoxdur. D bəndi olacaq. Daha sonra 7-də deyir ki, bu bayaq dediyimiz situasiyanın fərqli formasıdır. İmtahanda da fərqli şəkillərdə düşüb. Müəllim Xurşidvanın Natəvan dramındakı Natəvan və Şahniz xanım obrazlarının cəmiyyətə, idarə etməyə və islahatlara baxış sistemini lövhədə qarşı-qarşıya qoyur. Şagirdlərə tapşırılır ki, hər iki obrazın fəaliyyət proqramını humanizm, iqtisadi səmərəlilik və xalqın maraqları meyarlarına əsasən qarşılaşdıraraq dövrün tərəqqisi baxımından hansı modelin daha üstün və doğru olduğunu müdafiə etsinlər. Bu daha üstün sözü sizi təhlilə aparmasın. Bayaq dedim ki, şagird özü baxın, burada özü dəyərləndirir, özü qarşılaşdırır. Dövrün tərəqqisi baxımından nəyin üstün olduğunu və doğru olduğunu şagird özü müdafiə edir. Şagirdin düşüncəsi istənilir burada. Şagird qarşılaşdırır, şagird müdafiə edir. Şagird qarşı-qarşıya qoyur obrazları. Müəllif etmir. Burada artıq şagird obrazları qarşı-qarşıya qoyur, qarşılaşdırır, hansının daha üstün olduğunu müdafiə edir. Bu aparır bizi dəyərləndirmə mərhələsinə. Burada incə məqamda əslində biraz məntiqi olaraq yanaşanda və bayaq dediyim müəllifin fakt məsələsi təhlilə aparır. Öz dəyərləndirməmizdirsə, özümüz düşünürüksə, özümüz qarşılaşdırırıqsa, bu isə artıq öz düşüncəmizdirsə, bu isə bizi aparır nəyə? Dəyərləndirmə mərhələsinə. C bəndi. Daha sonra oxuyaq. 4-də deyir ki, Azərbaycan dili dərsində şagirdlər mətni oxuyarkən oradakı təşbih və metaforların işlənmə məqamlarını təhlil edirlər. Bu, Azərbaycan dili müəlliminə düşmüş bir situasiyadır. Müəllim bilir ki, tamam, bir dənə öz fənnim var, bu heç. Azərbaycan dilinə düşmüş bir situasiyadır, yəni. Bir də var, görürsən, burada bayaqki sualda fəndaxili inteqrasiyanı açıq-aşkar görmək olurdu. Burada heç bir inteqrasiya, burada təşbih və metaforlar. Öz fənnindən əlavə təşbih və metaforlar, yəni ədəbiyyat terminindən də istifadə edilib. Daha biz burada yenə fəndaxili götürmürük. Öz fənnim var, fənnimlə digər fənnin inteqrasiyasıdır. Yəni, yalnız fənlər arası olacaq. B bəndi. Daha sonra, dərs zamanı şagird situativ sualdır. Dərs zamanı şagird davamlı olaraq səs salır, müəllimin sözünü kəsir və müxtəlif hərəkətlərlə bütün diqqəti özünə çəkməyə çalışır. Sinfin idarə olunması və effektiv öyrənmə mühitinin təşkili baxımından müəllimin hansı addım atması daha məqsəd uyğundur? Bayaq dedim ki, hansı mövzulara diqqət etməlisiniz. Bax, bu sinfin idarə olunması, effektiv öyrənmə mühitinin təşkili, bu mövzulara mütləq baxın. Ən az 2 dənə sual var idi bugün. Variantları oxuyaq. Şagirdin bu davranışını görməzdən gələrək dərsi davam etdirmək. Məntiq olaraq da bilirik ki, müasir təlim metodikasında belə bir şey yoxdur. Şagirdin davranışını görməzdən gəlmək, dərsi davam etdirmək və aktivliyin, oturum gözləyim ki, bu uşaq öz-özünə sakitləşəcək.
Kökündən yanlışdır, heç uzatmağa da ehtiyac yoxdur. B-də deyir ki, valideynlə əlaqə saxlayıb məktəbə çağırmaq. Ümumiyyətlə müəllimlər şagirdlə bağlı bir situasiya, problemli bir situasiya düşübsə, variantların içərisindən o dəqiqə valideynlə əlaqə saxlamaq, nə bilim direktorla əlaqə saxlamaq, sinif rəhbərinə şikayət etmək, bunlara qaçmayın. Bu ən axırda, ən sonda görəcəyimiz işlərdir və adətən effektiv sayılan üsul deyil. B-ni də götürmürük. C-də deyir ki, dərsdən sonra şagirdlə təkbətək söhbət edərək davranışın, kökündə duran real səbəbi müəyyənləşdirmək və birlikdə həll yolu tapmaq. Bunu saxlayıram. Şagirdin özü ilə söhbət, kökündə duran real səbəbi müəyyənləşdirmək, onu anlamaq və xüsusilə də onunla birlikdə həll yolu tapmaq həmişə ən effektiv üsuldur. Ən azından, ən ilk istifadə edəcəyimiz üsuldur. D-də deyir ki, şagirdi dərsin gedişatını pozduq və intizamsızlıq etdiyi üçün dərhal sinifdən çıxarmaq. Baxın, bu kökündən, bu öz ənənəvinin də hətta ən ənənəvisi olardı. Məktəb, bayaq dedim, məktəb rəhbərliyi, nə bilim, direktorun yanına göndərmək, valideynlə əlaqə saxlamaq. Bu müasir metodikada, müasir müəllimi sinif idarə etməsi üsulu heç deyil. Effektiv öyrənmə ümumiyyətlə deyil. Y-də deyir ki, şagirdin diqqətini dərsə cəlb etmək və enerjisini müsbətə yönəltmək məqsədi ilə ona dərhal sinifdə xüsusi bir təşkilati vəzifə vermək. Şagird burada yaxşı bir, arzu olunan bir davranış, belə deyək də, nümayiş etdirmir ki, mən onun enerjisini müsbətə yönəldim və ona bir xüsusi bir vəzifə verim, müəllim köməkçisi vəzifəsi verim. Şagird nə düşünəcək? Şagird düşünəcək ki, əksinə də müəllimə belə bir yəni biz burada problemi həll etmiş sayılmayacağıq. Ola bilər müvəqqəti nə isə olar, amma effektiv, həll yolundan söhbət gedirsə, bu kimi situasiyalarda ən yaxşısı şagirdin özü ilə məsələni həll etmək olacaq. Özü ilə danışmaq, özü ilə uyğun bir, həll yolu tapmaq, şagirdi anlamağa yönəlik bir, üsul seçin. Cavab C-bəndə olacaq. Bu arada biraz geniş izah verirəm. Yəni söhbət tək bu sualın izahından olmasında, qarşıda bizi imtahanlar gözləyir və bu kimi suallara necə yanaşa bilərik, məqsədim o barədə köməklik etməkdir. 9-da deyir ki, müəllim dərsin reallaşdırılması mərhələsində şagirdlərə öyrənilən mövzu ilə bağlı müstəqil iş tapşırığı verir. Tapşırığın icrası zamanı müşahidə aparan müəllim müəyyən edir ki, sinifin çox az hissəsi tapşırığı doğru yerinə yetirir. Əksər şagirdlər isə eyni tipli ciddi səhvlərə yol veriblər. Səmərəli dərs planlaşdırılması prinsipinə əsasən müəllimin növbəti addımı necə olmalıdır? Bu arada yadıma düşmüşkən təlim nəticəsidir, dərsin planlamasıdır. Bu kimi mövzulara da mütləq şəkildə baxın. Demək, situasiyadan başa düşdük ki, müəllim müstəqil iş tapşırığı verir və nəticədə müşahidə edir ki, sinifin çox az hissəsi bunu yerinə yetirib, böyük bir əksəriyyət səhvə yol verib. Nə edə bilərik? A-da deyir ki, sinifin əksəriyyətinin çətinlik çəkdiyini nəzərə alıb, cari dərsin təlim nəticəsini daha sadə bir məqsədlə əvəz etmək. Baxın, dərsin təlim nəticəsini dəyişə bilmərik. Təlim nəticəsindəki strategiyalarımızı dəyişə bilərik. Bu təlim nəticəsinə çatmaq üçün olan strategiyamı dəyişə bilərəm. Dərsin təlim nəticəsini dəyişmək effektiv üsul deyil. Növbəti addım bu ola bilməz ki, mən bu alınmadı, başqası ilə əvəz edeyim. Belə bir şey yoxdur. Kökündən yanlış ola bilər. B-də deyir ki, tapşırığı doğru yazan azsaylı şagirdlərin cavablarını sinifdə müzakirə etmək və illik plandan geri qalmaq üçün növbəti fəaliyyət. Azsaylı uşaqla müzakirə etmək nəyin nəticəsini verəcək ki, yəni? Doğru yazan azsaylı şagirdlə cavabı sinifdə müzakirə etmək. Sinifin əksəriyyəti heç nə anlamayıb. Mənim məqsədim anlamadıqlarını izah etməkdir. Bu da yanlışdır. C-də deyir ki, diferensial təlimi təmin etmək üçün tapşırığı yazanlara daha mürəkkəb, yazmayana əksəriyyəti dərhal Müəllimlər, diferensial təlim sözünü görüb anladığım qədərilə müəllimlərin bir çoxu bunu götürüblər. Diferensial təlim şagirdə fərdi yanaşmaqdır. Məsələn, burada 2, 3, 5 şagirddə problem olsaydı, diferensial şəkildə yanaşıb onlara fərdi şəkildə dəstək verə bilərdim. Bu situasiyada çoxluq, dərsin böyük bir hissəsi ciddi səhvlərə yol verib. Görürsüz, az bir hissəsi deyir, doğru yerinə yetir. Ona görə də diferensial təlimi təmin eləyim, nə bilim, daha mürəkkəb yazmayan ayrı-ayrı onlara bir də sadələşdirilmiş tapşırıq verim. Bu həll yolu demək o deyil.
D-də deyir ki, dərsin gedişatını çevik şəkildə dəyişmək, vaxt itirmədən nə edə bilərəm? Müasir müəllimin görməli atdığı addımlardan biri də bu idi. Müasir dövrün tələbi nə idi? Vəziyyətə çevik şəkildə müdaxilə etmək. Çevik şəkildə dəyişmək, çətinlik yaradan məqamı fərqli üsullarla yenidən izah etmək və müvəqqəti dəstək tətbiq etmək, yəni scaffoldinqi tətbiq etmək. Bayaq dedim ki, dərsin təlim nəticəsini dəyişmək yox, təlim nəticəsindəki strategiyalarını dəyişmək. Bu müəllimin etdiyi kimi, D bəndində olduğu kimi. Çevik şəkildə dəyişmək, fərqli üsula əl atmaq, fərqli üsulla yenidən izah etmək və müvəqqəti dəstək, öyrənənə qədər scaffoldinqi etmək, müvəqqəti dəstək tətbiq etmək. Ən optimal variantımız. Y-də nə deyir? Cavab D bəndi olacaq bu arada. Bu kimi suallarda mənlər. Bunu sizə heç bir mənbə deyə bilmərəm ki, gedin Time-da filan cümləni oxuyun, siz bu sualı düz yazacaqsınız. Öyrəndiklərinizdən yola çıxaraq, xüsusilə sertifikasiya müəllimlərindən söhbət gedir ki, illərin təcrübəsi var sizdə. Hər gün müxtəlif situasiyalarla tanış olursunuz, müxtəlif siniflərdə, müxtəlif şagirdlərlə, müxtəlif problemlərlə rastlaşırıq. Öz təcrübələrinizi və məntiqinizdən yola çıxaraq həll etməyə çalışın. Y-də nə deyir? Səhv edən hər bir şagirdə fərdi şəkildə gələcəyə yönümlü konstruktiv rəy vermək. Bu kimi situasiyalarda sinifin böyük bir hissəsinin problem yaratdığı situasiyalarda fərdi şəkildə sən bir-bir ona rəy verməyin ancaq vaxt itkisi olacaq. Heç nə əldə etmək olmayacaq. Yəni bunu 45 dəqiqəyə 45 dəqiqəni buna həsr edib fərdi şəkildə bir-bir uşaqlara rəy verməklə heç nə əldə edə bilmərik. 11. Müəllim ədəbiyyat dərsində şagirdlərə oxuduqları əsərin ideyası ilə bağlı müzakirə sualı ünvanlayır. Şagirdlərin mövzu haqqında təsəvvürlərinin olduğunu, mövzunu anladıqlarını müşahidə etsə də, onların böyük əksəriyyəti öz fikirlərini şifahi şəkildə ifadə etməkdə, cümlə qurmaqda və mülahizələrini əsaslandırmaqda ciddi çətinlik çəkirlər. Müəllimin atacağı ən effektiv addım hansı ola bilər? Şagird fikrini ifadə etməkdə çətinlik çəkir, cümlə qurmaqda, fikrini əsaslandırmaqda çətinlik çəkir. Müəllim nə edə bilər? A-da deyir ki, müəllim mövzunu özü geniş şəkildə izah etməyi. Müəllimin özünün geniş izah etməyi şagirdə nə öyrədəcək ki? Yəni şagird yenə də müəllim danışacaq, şagird dinləyəcək, şagird yenə də öz fikrini ifadə edə bilməyəcək də. Müəllimin nitqini dinləyəcək. Burada yəni qarşılıqlı şəkildə heç bir belə deyək də bir addım olmayacaq. B-də deyir ki, müəllim şagirdlərə fərdi qaydada yanaşmalı, danışmaqda çətinlik çəkən şagirdləri ayağa qaldıraraq fikirlərini tam ifadə edənə qədər oturum gözləyim. Bu şagird onsuz da fikrini əsaslandırmaqda çətinlik çəkir də, cümlə qurmaqda çətinlik çəkir. Oturum gözləyim, bunu qaldırın, bu 2 saat fikirləşsin. Mən buna bir-bir fərdi şəkildə bunlara yaxınlaşım. Bu effektiv addım sayıla bilməz. Əksinə, o şagirdə daha da kompleks yaradacaq ki, mən danışa bilmirəm, müəllim oturub mənə gözləyir ki, mən nə vaxt fikrimi ifadə edib qutara biləcəm. C-də deyir ki, müəllim sinifdə interaktiv üsullardan istifadə etməli. İnteraktiv üsul ən gözəl açar sözümüz. İnteraktiv üsullardan istifadə etməli. Üzr istəyirəm, biraz sərbəst oldu. İnteraktiv üsullar. Şagirdlərə əvvəlcə fikirlərini qeyd etmək, daha sonra yoldaşı ilə bölüşmək imkanı yaradaraq, tədricən auditoriya qarşısında danışmağı hazırlamaq, tədricən, birdən-birə yox, yavaş-yavaş, bu düşün, cütləş, bölüş, paylaş üsulu var idi, özü, daha sonra yoldaşları, daha sonra bütün siniflər, tədricən, orada məqsəd nə idi? Şagirdə ünsiyyət, fikrini əsaslandırma, cümlə qurma, fikrini ifadə etmə, formalaşdırmaq idi. Sanki elə bir ona toxunmaq istəyib müəllim effektiv addımı sanki onu anımsadır bizə. Dolayısıyla da ən optimal variantımız bu olacaq, C bəndi. D-də nə deyir? Deyir, fikrini ifadə edə bilməyən şagirdlər valideynlə əlaqə saxlamaq bayaq da dediyim kimi, valideyndir, direktordur, bu ümumiyyətlə bu məsələlər ola bilər, hansısa bir situasiya ola bilər, amma şagirdin belə bir problemi varsa, şagird şifahi şəkildə fikrini ifadə edə bilmirsə, bunu valideynə zəng edib nə edə bilər? Valideyn nə edə bilər ki buna? Y-də deyir ki, müəllim situasiyanı görməzdən gəlmək isə ümumiyyətlə
Sualın heç davamlı oxumağa ehtiyac belə yoxdur. Deyir, dərsin proqramından geri qalmamaq üçün yalnız sinifin fəal şagirdi, yaxşı danışan şagirdini, 2-3 şagirdini dərs davam etdirmək. Bu isə yəni birbaşa, yəni burada müəllim fəaliyyətindən ümumiyyətlə söz gedə bilməz, nəinki effektiv addım. Belə müəllimlər ümid edirəm faydalı oldu. İmtahan müddətində hər gün düşən sualları, hər gün istifadə olunan sualları bacardığım qədər izah etməyə çalışacağam. Hər birimizə uğurlar.